Məmmədov özünə yarım milyonluq 90 SM 777 dövlət qeydiyyat nişanlı yeni BMW X7 avtomobili alıb. Bu barədə gündəlik Baku.com sayti xəbər yayıb. Avtomobil Məmmədzadə Sənan Raqiboğlunun adınadır və atası Məmmədov Raqib Allahverdi oğluna sürmək üçün etibarnamə verilib. Xatırladaq ki, Sənan Məmmədov bu təyinatədək Abşeron Xızı Regional Məşğulluq İdarəsinə müdür vəzifəsində çalışırdı. Bir neçə gün öncə Abşeron Xızı Regional Məşğulluq filialının müdürü Məmmədzadə Sənan Raqiboğlu vəzifəsindən azad olunub və Şərqi Zəngəzur Regional Məşğulluq filialının müdürü təyin edilib. Sənan Məmmədov Abşeron Xızı Regional Məşğulluq İdarəsinin müdürü vəzifəsində çalışarkən iclaslarda qızları idarəyə yığıb nöqsanlara yol verdiyinə görə səlahiyyətli şəxslər tərəfindən danladığı da deyilirdi. Qeyd edək ki, o Ağdamın sabiq icra başçısı Raqib Məmmədovun oğlu.